Salam hörmətli YouTube və TikTok izləyiciləri, sizləri yenidən xoş gördük. Bura Gəncə şəhərdir. Gəncə şəhərində deməli Köhnə Şəmkir avtovağzalına yaxın bir ərazidə, yəni Nizami Gəncə prospektindən təxminən 200 metr məsafədə, bax qarşıda gördüyünüz belə bir həyət ev satılır. 4 sotdur, qiyməti 62 min manatdır. Qiymətində mən bildiyimə görə mütləq razılaşma olmalıdır. Hal-hazırda mən sizə deməli bu daşınmaz əmlakın deməli məhləsini göstərirəm. Eyni zamanda bağçasını görmək mümkündür. Gördüyünüz kimi 4 tərəfdən kubiklə hörülüb. Bax qarşıda baseynisi var. Mən bildiyimə görə hardasa 6 tondur. Mən bu cür bilirəm. İndi isə mən sizə hamamını göstərirəm. Bax onu deyim ki, nə var hal-hazırda bu cürdür. Bax, yəni bax bura bu zonadır, eyni zamanda hamamıdır. Burada mən bildiyimə görə əldamıdır. Bax qarşıda görürsünüz. Yenidən mən sizə deməli bu torpaq sahəsinin bağışlayın, bu həyət evinin bağçasını göstərirəm. Eyni zamanda bağça tərəfdən evin xarici görünüşünü görmək mümkündür. İndi isə evə daxil oluram. Dediyim kimi Gəncə şəhərində Nizami Gəncə prospektindən təxminən 200 metr məsafədə 4 sot torpaqda 2 böyük otağı, eyni zamanda bax belə bir deməli zalı olan, zal burada belə deyim də, bax bura eyni zamanda həm zal kimi gedir, həm də ki bax mətbəx kimi. Mətbəx qarşıdadır, sənədi çıxarışdır, yəni asan xidmət alqı-satqıya gedən sənəddir. Hal-hazırda mən sizə deməli mətbəxini, bir də ki bax belə bir zalını göstərirəm. Ancaq zalı o birisi otaqda o cürdə başa düşmək olar. Yəni otaqlar 4-ün 6-yadır. Bax bura gördüyünüz kimi 4-ün 6-yadır. Polu taxtadır, möhkəm materialdır. Bax bu cür deyə bildim. Çox yaxınlıqda 41 nömrəli orta məktəb yerləşir. Kör otaq yoxdur. Onu da deyim ki, yəni bax bu evin özü uqlavoy yerdə yerləşir. Yəni hər bir məqsəd üçün çox əlverişli bir yerdə yerləşir. Yenidən mən sizə deməli ikinci otağı göstərirəm. Otaqlar 4-ün 6-yadır. Onu da deyim ki, bildiyiniz kimi Nizami Gəncə prospektindən bir neçə marşrutlar işləyir. Yəni başqa regionlar üçün də bir də belə deyim, yəni bura şəhərdir. Köhnə Şəmkir avtovağzalına yaxın bir ərazi demək sözü mümkündür. Çünki burada ən deməli belə deyim